Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz. Bir daha söyləyirəm, hər dəfə son vaxtlar deyirəm, 2025 bitir. Nə düşünürsünüz? Yeni ilə gözəl bir evi alıb, orada yeni il keçirmək istəyirsiniz. Yəni ki, yeni ilə, yeni evlə keçmək istəyirsiniz. Allah qismət eləsin. Allah sizləri qorusun, Allah xalqımızı qorusun. Dəyərli izləyicilərim, mən arzu edirəm, bir daha, hər zaman deyirəm, bir daha. Kimlərin ürəyində nə arzusu varsa Allah Taala arzularınıza çatdırsın. Mən hal-hazırda Mərdəkandayam. Mərdəkanın ən gözəl küçələrindən birində Makaronno Fabrikin əks küçəsi, Makaronno Fabrikin küçəsinə yaxın Bravo Supermarketə, mərkəzdə yerləşən Bravo Supermarket, birinci Bravo Supermarket. O Bravo Supermarket Polis Akademiyasının qarşısında yerləşir. O əraziyə yaxın bir ərazidə 10 sotun içərisində sizə bu gözəlliyi təqdim etməyə gəlmişəm. Modern 10 sot 280 kvadratdan yuxarı. Qiyməti isə içəridə söyləyəcəm, əşyalıdır. Gəlin birinci mən sizə küçəni göstərim. Maşallah, öndə də tikintilər gedir. Gözəl bir küçədir, qəşəng bir küçədir. Burada rahatçılıqla 2 maşın saxlamaq olar. Ev sahibi bunu da sala bilərdi həyətə. Bunu da burada nəsə dikərdi, həyət böyüyərdi, amma elə eləməyib. Burada 2 maşınlı parking sahəsi saxlayıb, orada da ki, qaraj inşa edib. Keçəcək qarajı da göstərəcəm sizə. 2 maşınlı qaraj var. Ya birinci qarajdan başlayaq edin. Qaraj 2 maşınlıq rahat dura biləcək. Yəni bəlkə də 3 maşın yerləşər. 4 dənə. Maşallah, sağ olsun. Yox, tikib də qardaş, yer var. Oranı saxlayıb, parking, açıq parking, tez bazar, gəldin, getdin. Burada da qarajın var. Rahatsan. Buradan çıxdın, keçdin sol tərəfə, həyətdə, tez bazar. Sanitar qovşağı həyət üçün. Bu kombi aparatı bura həyətdə lazım olan otaqlar üçün, isti su üçün lazım olan, yəni istifadəyə üçün qoyulub. O evə aid deyil. Sonra hündürdədir. Hündürdə inşa olunub. 5 daş hündürdə biz indi yuxarı qalxırıq. Sizə bir gözəl söhbətgah təqdim edəcəyik. Söhbətgahdır. Maşallah, qəşəng isti döşəmə işləyir. Söhbətgahın bu tərəfi görüntüsü hovuza. Gözəl bir görüntüsü var. Burada açılır sirrinizi axıra qədər. Mən açmıram. Orada gözəl bir hovuz var. Buradan danışım. Hovuz isti hovuzdur. İsti kimi də istifadə olunur. Dəvə boynu şəlaləsi var. Sonra qarşısında kiçik bir jacuzzisi var. Uşaqlar da çına bilər. Yanında da ki gözəl 2 dənə palma ağacı əkilib. Onunla üzbəyüzdə manqal var. Onu da göstərəcəm sizə. Söhbətgahda da televizordur, stuldur qoyulub. Burada bütün istifadə olunan mətbəx mebeli və hər bir şey qoyulub. Buranı da, burada soyuducu qoymağa yeri yoxdur. Dolab yığılıb, amma mənə elə gəlir ki, lazım olsa bunun içərisini götürüb. Bura soyuducu qoymaq olar, əgər kiməsə lazım olsa. Evin içərisində zaten onsuz da var idi. Keçək, evin ön hissəsi. Evin arxasına qədər fırlanmışam, əziz izləyicilərimiz. Yetərin qədər yer var. Evin arxasına rahatçılıqla fırlanmaq olur. Lap evin arxa hissəsində isə həyətin ümumi yox, həyətin texniki otağı, evin texniki otağı yerləşir. Əziz izləyicilərimiz, bir daha söyləyirəm. Ev 10 sotun içərisində gözəl bir ərazidə yerləşir. Gözəl bir ərazidə yerləşir. Hamı çəkib, hamı paylaşıb. Mən də dedim çəkim sizlərə bunu paylaşım. Mən müştərilərim də görsün. Niyə ki? Çünki mən də ayrı-ayrı müştərim var. Özümün ki, hansı ki mənə baxırlar, məni seçirlər. Bütün müştərilərim mənim üçün əzizdir. Allahın köməyi ilə bu evi də mənim müştərilərimdən biri alar və yaxud da başqası alar. Allah xeyir versin. Burada da gözəl bir manqal inşa olunub. Mən hər zaman deyirəm, Allah ətin getirsin. Toyuğun getirsin. Qış vaxtıdır, hündüşkasını getirsin. Evin arxa hissəsi də elmi buradan göstər. Mən fırlanmışam, çox rahatdır. Hovuzu göstərdin. Tam yaxından istəyən bir dənə də göstər. Oradan bayaq girdim. Burada jacuzzi görünür. Qəşəng bir jacuzzi var. Burada mozaika daşlardan istifadə olunub. Hovuz üçün istifadə olunan metlaq daşlardan istifadə edib, təmir ediblər. Çox da qəşəng görünür. Gözəl görünür. Birbaşa evin ümumi giriş qapısıdır. Ondan əlavə olaraq, birinci olaraq sizlərə mətbəxin qarşısındakı
verandanı göstərəcəm. Burada da maşallah oturmaq, qəşəng səhər-səhərə otursan, qışda belə oturub burada bir kofe içib, bir çay içib, hovuza baxıb, həyətə baxıb, rahatçılıqla oturub maşına işə getmək olar. İndi isə keçək evin daxilinə. Sizə keçən kimi qiyməti də söyləyəcəm. Maşallah böyük qapıdır. Genişdir, gözəldir. Evin üz fasadına uyğun olaraq və evin içərisinə də dizayna uyğun olaraq seçilib. Allah xeyir versin. Biz hal-hazırda evin daxilinə keçdik. Evin ümumi yaşayış sahəsi 280 kvadratdan yuxarıdır. 5 otaqdır burada. 4 dənə yataq otağı var. Yataq otaqları əşyalı, biri də əşyasızdır. Evin daxili demək olar ki, əşyalıdır. Evin qiymətini də elə burada sizə deyim. Start qiymətdir, yerinə uyğun olaraq həyət, torpaq, əşyalar, gözəl bir dizayn 865 min manatdır. Start olaraq, başlanğıc olaraq. Torpağın da evində kubçası var. Ümumi giriş qapıdan içəri keçdik. Keçən kimi sol tərəfdə dolab, düz tavana qədər də dolab yığılıb burada. Pal-paltar asmaq üçün. Sağ tərəfdə gözəl bir mətbəx otağı yerləşir. Evin işığı niyə söndürdün? Mətbəx otağının içərisində soyuducu qoyulub, sobalar qoyulub, mətbəx mebeli yığılıb tavana qədər. Burada qaz sobası var. Qablayan maşın qoyulub. Gözəl bir mərmərdir. Həm sinəliyidir, həm də ətraf bütöv olaraq mərmərdir. Mərmərlə təmir olunub. Hətta sağ olsunlar, bunlar da qoyulur. Qab yumağı hazırıq. Allah müştərisini yetirsin. Bir daha söyleyeyim. Yeni ilə özəl bir şeydir. Çox qəşəngdir. Mətbəxin qarşısındakı verandada görürsünüz də. Buradan da necə görünür. Pəncərələr, pərdələr hamısı seçilib dizayna uyğun olaraq çox da qəşəng görünür. Bir daha söyləyirəm, moderndir, moderndir. Ev özü. Gözəl bir, geniş bir dəhlizi var. Çox böyükdür maşallah. İçəri girən kimi düz və sağ-sol bölünüb. Mətbəx, yataq otaqları, qonaq otağı, yataq otaqları tam başda da sanitar qovşağı var. Keçək elə birbaşa ümumi olaraq giriş qapıdan üzbəüz baxan, bizə baxan sanitar qovşağından başlayacağım. Mətbəxi təqdim elədim. Sanitar qovşağıdır, geniş, hündür tavan, dartma tavan, duş kabinası, paltar yuyan maşında bura qoyulub. Bütün sistemlər hamısı divar içi çəkilib. Hamısı. Keçirəm buradan yataq otağı. Yataq dəsti, bəzənmə stolu, yataq otağının daxilində sanitar qovşağı. Duş kabinalar qəşəngdir, genişdir. Gördüm mən də. Yaxşı geniş seçilib. Rahatdır içərisi. Olaraq. Sonra bu yataq otağının daxilində ondan əlavə olaraq burada qardirob otağı var. Seçim taxta teksturalı rənglərə istifadə. Üstünlük verib gözəl də görünür. Qəşəngdir. Bir daha söyləyirəm, yeni ilə özəl, yeni müştərisi olsun bunun. İnşallah yeni sahibi xoşbəxt günlər keçirlər buradan. Allah hər kəsə qismət eləsin. Kimin arzusunda varsa belə evlər, belə villalar, belə bağ evləri. Mən bağ evi kimi baxmıram Mərdəkanda. Çünki bu Mərdəkanın ən gözəl yeridir. Ən yaşamalı yerindən biridir. Makaronla fabrikin əks küçəsidir. Makaronla fabrikin yanıdır. Burada 4 fəsil yaşamaq lazımdır. Burada yenə sanitar qovşağı. Deməli biz neçəsinə girmişik? 2 yataq otağının sanitar qovşağı var. Düzdür? Bir dənə mərkəzdə sanitar qovşağı var. Bu elədir 3. Bir dənə həyətdə var. Bu elədir 4. 4 yataq otağı da evin daxilindədir. Bu 3-cü yataq otağı da bura boşdur. Boş qoyulub. Bunu ona görə qoyublar ki, Allahın köməyi ilə kim alacaqsa öz uşağına, öz qonaq otağı və yaxud da gələn, çöldən gələn qonaqlar üçün eləmək üçün özünə uyğun olaraq, öz zövqünə uyğun olaraq yataq dəsti və yaxud da nə lazımsa yığıb qoyar. Bu da 4-cü yataq otağı. Bu yataq otağında bütün hər bir şey var. Televizordan başqa. Amma bura sanitar qovşağı deyil, qardirob otağıdır. Bir daha söyləyirəm. 2 yataq otağının özünün sanitar qovşağı var. Bir sanitar qovşağı mərkəzdə, 2 yataq otağının sanitar qovşağı yoxdur. Sonda da sizə gözəl bir, qəşəng bir qonaq otağı təqdim edəcəm.
Qonaq otağında lap baş tərəfdə burada gözəl bir stend yığılıb. Tam mərkəzdə televizor qoyulub. Altında bəzi indi necə deyirlər, hərə öz zövqünə uyğun, ev sahibi də öz zövqünə uyğun olaraq aksesuarlar alıb qoyub, gül alıb bura. Sonra divan, kreslo, yerə qəşəng bir xalça atıb. Burada da stul var. Qonaq otağının baxışını da sizlərə göstərim. Çölə də bir baxasınız, görəsiniz. Buradan necə görünür. Hovuzumuz da ki, maşallah, eksklüziv bir şeydir. Çox sağ olun, əziz izləyicilərimiz. Bizi izlədiyiniz üçün bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.